Herkese salam, mən Aydan və kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə dostluqdan danışacağıq. Ümumiyyətlə, dostluqlardan danışanda, dostluq elə bir mövzudur ki, hər kəsdə fərqli şəkildə təzahür edir. Belə bir söz var, deyir ki, göstər mənə 5 dostunu, deyim sən kimsən? Yəni, əslində ətrafımızdakı o 5 dostun ortalamasıyıq. Biz əslində kimisə, buna həmin insanların həyatımız boyu bizlə birlikdə inkişafı, bizə qatdıqları, bizim onlara qatdıqlarımız hamısı birlikdə necəsə vəhdət təşkil edir və bizim indiki kimliyimizin formalaşmasında çox böyük rol oynayır. Ona görə də həqiqətən dost seçmək həyatda məncə önəmli məsələlərdən biridir. Yəni bizə deyirlər ki, universitet seçmək, ixtisas seçmək, necə ki bu müəyyən mənada dünyada ayaq üstə qalmağımıza, iş tapmağımıza, necə belə şeylərə kömək eləyirsə, dostluq da bizim özümüzü tapmağımıza kömək eləyir. Və mən istəyirəm ki, biraz öz dostluqlarımdan danışım. Bilirəm ki, bu videonu mənim dostlarım, artıq dost olmadığım insanlar, yəni tanışım belə olmayan insanlar da izləyəcək. Yəni izləməyə də bilərlər, bu arada fərq yoxdur. Sadəcə istəyirəm ki, çox uzun müddət belə ayda o baxar nə deyər, bu baxar nə deyər düşüncəsindən ertələdiyim o dostluq mövzusu haqqında videonu sizlərə çəkeyim. Çox ev halında, çünki biz bu tipli mövzuları evdə danışırıq ona görə. Mən ümumiyyətlə öz uşaqlığım barəsində düşünəndə mən çox belə həssas, emosional, empatiya quran və bir şeyin acısını belə dərinə qədər hiss edən bir uşaq idim və əminəm ki, bu hissi keçirən təkcə mən deyildim, başqa uşaqlar da bu hissləri keçirir. Bu xüsusən də niyə bunu vurğuladım? Çünki xarakterimin bu hissəsini qurduğum dostluqlarda çox tətbiq edirdim. Yəni qurduğum dostluq deyəndə həqiqətən yaxın olaraq qurduğum dostluqlarda bunu tətbiq edirdim. İstəmədən və ya istəyərək. Sadəcə o qədər bağlanırdım ki, artıq o insandan qopmaq istəmirdim. Bunun hal-hazırda o qədər də sağlam bir şey olduğunu düşünmürəm. Çünki dostumu itirmək qorxusu var idi. Hətta o vaxt mənim rəfiqəmlə, mənim həyatımda bir insan var, hansı ki mən 10 il deyirəm, yəni 2022-dən bəri 10 ildir deyirəm, amma 10 il deyil, 10 ildən daha çox müddətdir biz dostuq. Artıq biraz dostluğumuz forma dəyişdirib, amma ki çox yaxın rəfiqə idik biz uşaq olanda və o mənə deyirdi ki, bəlkə biz gələcəkdə köçdük, harasa getdik və mən oturub ağlamışdım. Mən hələ də o hissi xatırlayıram ki, mən yəni oturub evdə ağlayırdım ki, o insan gedəcək və mən tək qalacağam, mən heç kimdən o şəkildə dost ola bilməyəcəm. Biz onunla birlikdə bağçanı da bir oxumuşuq, o bağçasının sinifini sonra dəyişsə də. Yəni məktəbdə onunla birlikdə oxumuşam, məktəbi qurtardıq, 11 il birlikdə oxumuşuq. O 11 ili keçdim, sonra görüşürdük yenə də və mən İtaliyadayım, o İngiltərədədir və hələ də əlaqə saxlayırıq. Və mən onunla birlikdə əslində məsuliyyətli olmağı öyrəndim, həqiqətən. Yəni təhsildə də məsuliyyətli olmağı, insanları nəyəsə məcbur etməməyi, çünki mən həmişə deyir, mən daha çox belə sevgi göstərən tərəf olanda, o daha belə soyuq tərəf idi. Və mənə bu uşaq olanda çox pis gəlirdi. Deyirdim ki, o məni o qədər sevmir ki, o mənə o hissləri göstərmir. Və əslində bu düşüncəm biz bu mövzuları açıq danışana qədər davam eləmişdi. Və mən belə həmişə fikirləşirdim ki, o mən onu göstərdiyim sevgini vermir. Yəni, və mən gözləntiyə girirəm. Yəni, mən uşaq vaxtından bəri bunu onda müşahidə edirəm və artıq yəni məni sevmirsə mən niyə onunla vaxt keçirməliyəm və ona sevgi göstərməliyəm və mən onu bəlkə də məcbur edirəm, yəni mənlə dost qalmağa və mənə sevgi göstərməyə deyərəkdən. Sonra əlaqəmi bir müddət qopardım. O əlaqəni qopardığım müddətdə artıq xarici gəlməkdir, buraya yerləşməkdir və s. o işləri həll edirdim. İtaliya gələndə belə ona bu barədə məlumat verməmişdim. Və təsəvvür edin ki, 10 ildən çox birini tanıyırsınız, yaxın olursunuz. Yəni təsəvvür elə bilməyəcəyiniz dərəcədə yaxın insandır mənə və həyatımızın bir dönəmində də əlaqə saxlamamışıq. Yəni daim əlaqə saxlamamışıq. Fərqli həyat şərtləri, yeni dostluqlar, yeni seçimlər, artıq hər nə adı vermək istəyirsinizsə buna. Və o müddətdən sonra mən onunla İtaliya gələndən sonra danışanda o mənə dedi ki, mən sənin bura gəldiyini sənin storylərindən öyrəndim, paylaşımlarından öyrəndim sosial mediada.
bəs niyə deməmisən və s. mənim xətrimə dəydi. Mən də dedim ki, mən də ona səbəblərini izah elədim. O insanın mənim həm seçimimə göstərdiyi hörmət, həm fikirlərimə göstərdiyi anlayış, həm onun mən tərəfə, həm mənim onun tərəfə. Yəni bilmirəm, yəni bu illərlə bir-birimizə göstərdiyimiz, göstərmədiyimiz anlayışları əslində həmin gün necəsə ortaq məxrəcə gətirdi və mən başa düşdüm ki, bir insan nə qədər anlayışlı ola bilər. Çünki mən həmişə düşünürdüm ki, dostundan çox gözləndi qurmalısan da. Necə ki, romantik münasibətlərdə, sevgidə gözləndi qurulur və s. Amma əslində o gözləndi dediyimiz şey bizim sevgiyə qoyduğumuz bir növ sərhədlərdir. Çünki sən nə qədər qarşındakı insana gözləndi qursan, nə qədər qarşındakı insanı dəyişməyə çalışsan, o insan özündən o qədər çox verəcək də. Yəni çox fərqli bir insan olmağa çalışacaq, öz xarakterini çox dəyişməyə çalışacaq və bir də gözünü açıb görəcək ki, elə bir münasibətin içindədir ki, olmaq istəmədiyi insana dönüşür. Və inanın ki, mən o yanında olanda çox rahat oluram, bilmirəm, illərin gətirdiyi bir rahatlıqdır və artıq başa düşmüşəm ki, yəni bizim fərqli həyatlarımız var, fərqli seçimlərimiz var və bir-birimizə bu seçimlərdə əslində hörmət eləyirik. Və dürüst olsam, zaman ailəmlə, anamla və bacımla bu dostluqlar haqqında danışanda ki, anam ən çox mənə deyirdi ki, sənin ən yaxın dostun mənəm, sənin bacındır. Ailən qədər heç kim səni hər şeyinə görə qəbul eləməyəcək. Halbuki elə insanlar var ki, mənə gəlir, hər ailədən asılı olaraq bu dəyişən bir şeydir. Elə insanlar da olur ki, həyatımızda bizi həqiqətən hər, necə deyək, küncümüzlə qəbul eləyir. İllərlə bizə o küncləri çox hamar şəkildə yonmağımıza, dəyişməyimizə kömək olur. Ona görə başa düşdüyüm şey odur ki, həqiqətən məncə çox gözlənti qurmaq lazım deyil və əgər hər hansı bir şeyi dostlarınızla paylaşa bilmirsinizsə, məncə paylaşmaq vəziyyətində də deyilsiniz. Seriallarda da görürəm, göstərirlər ki, hətta bu aralar Vampire Diaries-ə baxıram. Orada iki xarakter var, Bonnie, bir də Caroline, bir də Elena və bunlar Elenadan daim onun həyatında olan bütün update-ləri eşitmək istədiklərini deyirlər, dilə gətirirlər. Və bir anlıq düşündüm, yəni bəlkə bu insan həqiqətən orada bir ingilislər privacy-dir, yəni öz şəxsi zonasını qorumaq istəyir. Çünki hər kəs həyatının müəyyən dönəmlərində və hər günündə fərq eləmir. Yəni öz zonanızı qorumaq istəyə bilərsiniz və bunu hər kəslə paylaşmaya bilərsiniz. Mən bu fikrimlə razı olmayan çox insan ola bilər və olmaya bilər, fərq eləmir. Bunu ailəyə qarşı da fikirləşirəm, dostlara qarşı da fikirləşirəm. Nə bilim, bəlkə həyatınızda bir insan var, bəlkə ona da bunu o anda bildirmək istəmirsiniz və bu normal şeydir. Yəni bunu eninə, boyuna, çünki insanlara bəzən bir şey deyəndən sonra o insanın üzərində qalan bir narahatçılıq hissi olur. Yəni paylaşmaq istəmədiyinin fərqindəsən, amma paylaşırsan çünki o insandan paylaşmasan, sonra o insan öyrənsə, sonra səndən bunu problem eləyəcək. Sənin özünə aid olan bir şeyi onunla paylaşmadığına görə bunu problem eləyəcək. Və belə şeylər olanda, necə deyim, məncə bu dostluğun ortasına düşən bir daş kimi bir şey olur. Aranızda əgər belə mövzulardan problem çəkənlər varsa, bəlkə siz yaza bilərsiniz. Bu kimi mövzularla necə rəftar etməyi öyrənmişsiniz, paylaşa bilərsiniz fikirlərinizi. Bir də həyatımızın bu universitet vaxtı tanış olduğumuz dostlar var. Əslində o qədər dostlardan danışa bilərəm ki, bir saat çənəm durmaz danışaram. Sadəcə qısa danışacağam. Mən universitetdə olanda da ilk kurslarda çox yaxın olduğum insanlar var idi. Sonra o insanların bəziləri ilə sonuncu kursa qədər davam eləyəndə bilmirəm nə oldu, amma o həmin şəxsin xarakteri dəyişdi. Hətta o qədər dəyişdi ki, başqa bir tanışım haqqında arxasından danışdığını çox təsadüfən öyrəndim. Amma heç kimə heç nə demədim. Çünki istəmədim insanlar arasında xaos yaradım. Çünki bilirəm ki, heç kim bilməyəcək kimlə söhbət gedir. Amma gördüm ki, yəni bəzi insanlar dostluq seçimlərini dəyişə bilir. Və bu da normaldır. Bunu mən də eləmişəm. Bu ghosting deyilən ki var. Yəni ruh kimi də bəzən belə gəlir, o insan yazırsa və ya siz ona yazırsınız, dostsuz, misal üçün onu axtarırsınız, danışırsınız, görüşmək istəyirsiniz, amma o insan dayanır, bir sərhəd qoyur qabağınıza. Demir səbəbini, amma sərhədi qoyur. Mən də belə bir şey eləmişəm bu arada. Bu sadəcə mənim seçimimdir. Bunun normal bir şey olduğunu
demirəm. İnsanıq və bir şeyləri danışıb həll eləmək, əgər həll eləmək istəyiriksə, danışıb həll eləmək ən yaxşı yoldur. Amma əgər istəmirsinizsə də özünüzü məcbur eləməyə həqiqətən dəymir. Mənə maraqlıdır ki, aranızda ümumiyyətlə ghosting olunan dostlarınız varmı? Siz etmisinizmi? Kommentlərdə məni bununla bağlı aydınladın. Siz də yazın, şərhlərinizi gəlin söhbət eləyək. Mən ümumiyyətlə belə deyim 2025-ci il, hətta bununla bağlı hekayədə paylaşmışam. Ara-ara paylaşırdım falan, repost eləyirdim. Dostluqlarla bağlı problem yaşamışdım. Yəni problem deyəndə əslində əvvəl də bildirdiyim kimi həyatımızın elə dönəmləri olur ki, bizim özümüzə ehtiyacımız olur və ya başqa insanlara ehtiyacımız olur. Bizə yaxın. Çünki bir insan sizə uzun illər yaxın olsa da ki, mən deyirdim də, yəni mənim o rəfiqəmlə uşaq vaxtından yaxınlıq elədiyim rəfiqəmlə mən universiteti qazanıb, universitetə gedənə qədər 3-cü kursa, yoxsa 2-ci kursa qədər biz yəni çox yaxın rəfiqə idik. Yəni doğrudan çox yaxın rəfiqə idik. Danışırdıq, görüşürdük, hər şey paylaşırdıq demək olar ki, bir-birimizlə. Və sonra birdən-birə o 10 illikdən çox rəfiqəlik, dostluq o birdən-birə dayandı və nə o mənim həyatımdan, nə mən onun həyatından belə hər şeyi ən təzə şəkildə öyrənmirdik və ya arada yazırdıq, soruşurduq bir-birimizdən. Və buna səbəb əslində həyat tərzimizin dəyişməyidir. Həm yeni dostluqlarımızın əmələ gəlməyidir, yeni mühitlər, yeni insanlar, yeni bağlantılar yaranır və biz yeni insan tanıdıqca artıq necə deyim, o ürəyini, o sevgini təkcə bir insana deyil, bir çox insana açmış oluruq. Bu halda hər kəslə həmişə necə deyim, eyni səviyyədə qalmaq biraz çətin olur. Yəni eyni səviyyə dediyim, daha sonra ünsiyyəti həmişə eyni səviyyədə saxlamaq çətin olur. Çünki biz də insanıq. Yəni mən də insanam, sən də insansan. Hər birimizin fərqli duyğu, hər birimizin fərqli emosiyaları var. O emosiyalar bilmirəm, müəyyən dönəmlərdə depressiya yaşaya bilərik, müəyyən dönəmlərdə çətinliklərimiz ola bilər və həmin çətin dönəmlər baxır həyatın hansı hissələrinə düşür və o hissələrdə problem yaradır. Misal üçün yaradır və ya yaratmır. Mən misal üçün sizə dediyim o 2025-ci də o problem yaşadığım dostluqda əslində çox sevdiyim bir insanı İtaliyaya gələndən sonra görməyə getmişdim. Və heç təsəvvür, həqiqətən elə yatsam yoxuma girməzdik. Mən gedərəm ki, həm gəzim, həm görüm, həm dostumla vaxt keçirim. Mən getdiyim yerdə qrip oldum. Sonra başqa səbəblərdən ötəri problemlər yaşadıq. Və ondan sonra o qədər həm özümü günahlandırdım, həm o qarşımdakı insanı günahlandırdım. Yəni günahlandırmadığım heç kim qalmadı bir sözlə. Və anamın mənə o dediyi, səni biz qədər heç kim qəbul eləməz sözünə o dönəmdə çox haqq verdim. Həqiqətən çox haqq verdim. Hətta elə bir şeydir ki, təsəvvür edin ki, siz 5 il, yəni 10 ili bir kənara qoyuram. Sadəcə 1 il, 5 il və s. belə çox yaxın dostluğunuz var. Və birdən-birə o dostluq dayanır. Başqa bir ölkədəsiz, sizə başqa yaxın insanlar da var, amma yəni dostluq elə bir şeydir ki, yəni ora gəlib çatana qədər deyirəm də, yəni sizin kim olmağınızda doğrudan çox rol oynayır. İnsan o illəri boşuna yaşamır da, yəni. Elə o mövzuya keçməzdən əvvəl bir şey də qeyd etmək istəyirəm. Bəzi insanlar var ki, misal üçün çox qısa müddətdə bizlə dost olurdu, amma o insanların başqa dostları da var və təsəvvür edin ki, özü də toksikdir və başqasının dostluğuna şərh verməyə gələndə, məsəl üçün mənim çətin dönəmdə mənim də məsləhət almaq istədiyim, danışaraq içimi tökdüyüm insanlar var idi və mənə həqiqətən mənim o insanlara verəcəyim reaksiya kimi reaksiya verirdilər. Və mən burada həqiqətən başa düşdüm ki, bir ətrafımıza necə insanlar yığmağımız bizi doğrudan da dəyişdirən bir şeydir. Bir də bizə güzgü tutan bir məsələdir. Çünki mən o insanlara bir şeylər danışanda onlar mənə bunun normal olduğunu deyirdilər. Yəni dəyişirik, böyüyürük. Belə hiss eləməyimiz çox normaldır. Hər kəs bizi olduğumuz kimi qəbul eləməyə bilər. Hər kəsin fərqli depressiv dönəmləri ola bilər. Anlayışlı ola bilmədiyimiz dönəmlər ola bilər. Bəlkə də bir addım atıb danışmağı və həll etməyə çalışmalıyıq və mənə insanlar bunu deyirdi. Bəlkə də hal-hazırda biraz məsafə saxlayıb nəfəs almalı olduğumu,
Bəlkə biraz düşünməli olduğumu da deyirdilər və indi oturub fikirləşəndə bunun nə qədər dəyərli bir əslində baxış bucağı olduğunu bilirəm. Yəni hər kəs deyə bilmərəm ki, hər kəs belə deyirdi. Dost və tanış dediyim çevrəm mənə bu şəkildə fikrini bildirmişdi. Yeniyetmə deyil də yetkin yaşa çatmış insanlar həqiqətən bəzən yetkin yaşa çatmaqla da deyil, yəni mənim yaşımda olub. Hər kəsdə daim həyat boyunca qüsur arayan, toksik insan olan, hamının pis niyyətli olduğunu düşünən, nifrətlə qidalanan insanlar da var. Və o insanlar adətən belə mövzularda şərh verəndə çox vaxt kimdəsə qüsur arayıb onu daşlamağa hazır olurlar. Mən demirəm ki, mən belə əlayam, amma ki, necə deyim, ən azından öz xarakterimdə, dostluqlarımda daim özümü inkişaf etdirməyə açıq şəkildə yanaşmağa çalışmışam. Əlimdən gəldiyi qədər özümü indi incitmək istəmirəm. Çünki həqiqətən deyirəm sizə, mən lap uşaq vaxtında olduğum dostluqda mən bir qırılma nöqtəsi yaşamışdım. O qırılma nöqtəsində oturub ağlayandan sonra fikirləşdim ki, dedim, mən həyatımın mərkəzinə özümü qoyacağam. Baxın, istər romantik münasibətlər olsun, istər ailə ilə bağlı münasibətlər olsun, istər özünüzə bağlı problem olsun. Əgər siz özünüzə olan sevgini, özünüzə olan hörməti, özünüzü həyatınızın mərkəzinə qoymasanız, o insan münasibətlərinizdə körlanıb gedəcək. Ona görə həyatda məncə ən önəmli şey sağlıqdan sonra özümüzü sevməyi bacarmaqdır. Və o dediyim dostumla olan problemi də müəyyən dönəm sonra mən də başa düşdüm ki, həqiqətən necə deyim, bəzi zamanlarda həqiqətən də pauza ehtiyacımız olur. Dostluq çox gözəl bir şeydir. Bir-birimizi böyüdürük, bir-birimizi inkişaf etdiririk. Necə deyim, dostluq sizi özünüzə küstürməməlidir. Sizi dünyanın ən toksik insanı hiss etdirməməlidir. Bəlkə bu da bir yaradılışı sorğulamanın bir hissəsidir biri ilə dost olmaq. Çünki bir-birinizin problemlərini həll eləmək deyil də, yəni məsləhət istədiyin zaman birindən o insanı sənə doğru məsləhət vermək bacarmağı, səni nifrətə deyil də sevgiyə çağırmağı və ya həll yoluna çağırmağı, yəni ən azından sənə bir işığı göstərməyə çalışması, hansı ki o işıq sənin böyüməni kömək eləyəcək, sənin özünü, ətrafını daha aydın şəkildə görməyə kömək eləyəcək. Məncə o cür dostluqlar önəmlidir və indi fikirləşəndə, yəni əvvəli həqiqətən dost olmaq daha asan idi. O baxımdan ki, daha necə deyim, uşaq vaxtından ya da yeniyetməyə dönəmindən birilə dost olursunuz, onu indiyə qədər inkişaf etdirirsiniz və hal-hazırda dönüb baxanda necə də bu sevgi ilə yadda qalan bir şey olur və daha da böyür və daha da gözəlləşir. Amma indiki dönəmdə bu televiziyada gördüyümüz şeylər, sosial mediada gördüklərimiz, yəni bəlkə də bunlar həmişə həyatda olub. İndi ona görə birində məncə bağlanmaq, eyni sevgi ilə yanaşmaq daha çətindir. Bu mənim üçün də çətindir. Çünki mən o dediyim o dönəm ki var idi, hər iki dostluğuma ara verəndən sonraki dönəm, mən insanlara hələm güvənə bilmirdim. Özümü çox təqsir elirdim, güvənə bilmirdim. Bilmirəm, həmişə belə mən ona sözümü deyəcəm, o gedib başqasına çatdırmayacaq və ya özümlə bağlı bir şey o insana deyəcəm, o insan amma gedib başqa birinə bunu deməyəcək. Rahatlığı ilə bunu eləyə bilmirdim. Bu məndə hələ də var. O mənim özümü qoruma metodumdur deyə bilərəm və artıq görürəm ki, biraz da belə olmaq ən yaxşı variantdır. Çünki hər nə qədər siz birinə bir şey deyəndən sonra o insana, o özünüzlə bağlı olan məlumatı başqasına deməməsini istəsəz də, bəzi insanlar üçün bunun heç bir fərqi yoxdur və o insanlar gedib həmin məlumatı çerez yaymaqda bir problem görmürlər. Ümumiyyətlə, hal-hazırda həyatınızda problem yaşadığınız dostlarınız varsa, çalışın ki, bir ara verin və düşünün. Əvvəl günahlandıracaqsınız özünüzü, bəlkə əvvəl özünüzü günahlandıracaqsınız, sonra o insanı günahlandıracaqsınız, sonra həyatı günahlandıracaqsınız. Hər situasiya ola bilər və ya tam tərsi çox pozitiv də yanaşa bilərsiniz. Amma bilin ki, hər şeyin öz zamanı var. Zamanı gələndə bəzi şeylər həll yolunu tapır. Bunun üçün dünyanın sonu olduğunu düşünməyin. Çalışın ki, qəlbinizi
sevgi açasınız, yəni eyni səviyyədə o dostluqlarınızı davam etdirmə məcburiyyətində deyilsiniz və ya bəlkə də daha yaxşısı olacaq sizin üçün. Amma çalışın ki, dost olduğunuz insanlara həqiqətən könül gözü ilə baxmağı bacarın, sevgi ilə baxın. Bir-birinizə əlindən tutun və gözəl şəkildə bir-birinizi inkişaf etdirin. Təşəkkür edirəm videomu izlədiyiniz üçün. İndi gedin, o dostlarınıza yazın və sevginizi göndərin. Ümid edirəm ki, sizin üçün gözəl bir video olmuşdu. Bacardığım qədər nifrət nitqi yaymamağa çalışdım. Pozitiv tərəfdən, stəkan dolu tərəfindən baxmağa çalışıram. Çox sağ olun izlədiyiniz üçün. Gələn videolarda görüşmək üzrə. İşıqla qalın, sevgi ilə qalın. Öpdüm sizi. Hələlik.